Təkrar mövzularımız üçün olan sınağa baxaq. Təkrar mövzularımız coğrafiyanın sahələri, tədqiqat metodları, miqyas, plan, şərti işarələr, üfüqün cəhətləri və azimut idi. Sualların izahlarına baxaq. Birinci sual. Uyğunluğu müəyyən edin. Tədqiqat metodları verilir, xüsusiyyətləri verilir. Tədqiqat metodları kartografik, tarixi, müqayisə, coğrafi modelləşdirmə. A. Coğrafi hadisələrin qrafik və simvollar vasitəsilə hazırlanmasına və öyrənilməsinə. Qrafik, simvollar dərs izahında da var idi. Coğrafi modelləşdirməyə aiddir. 4-ə gedir A. Coğrafi hadisələrin fərqli və oxşar cəhətləri. Biz artıq fərqli və oxşar cəhəti ilə müqayisə bilirik. 3-ə B. Müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə əsaslanır. Xəritələrin öyrənilməsi kartografikdir. Çünki kartografiya ilə xəritəşünaslıq deməkdir. Coğrafi obyektlərdə baş verən dəyişikliklər, yəni zaman ərzində bir obyektdə dəyişməsi. Mən xüsusən onu izah edəndə deyirdim ki, hər hansı bir dağda buz dağları var idi. Bir illər əvvəl həmin buzlar bugün əriyib və biz həmin iki hadisəni baxırıqsa, bu müqayisə yox, tarix olur. Çünki eyni coğrafi obyekt üzərindən gedir hadisə. Ona görə burada gedəcək, deməli D. 1-ə C, 2-yə D, 3-ə B, 4-ə A. Cavab E variantı. Konturlu şərt işarələr. Kontur şərti işarələr, yəni müəyyən sahəsi olan, eni və uzunluğu olan şərt işarələrdir. Bulaq bilirik ki, miqyassızdır. Dəyirman miqyassız, abidə miqyassız. Tarla konturlu, cığır miqyassız, daha doğrusu xətti, bağ konturlu. Göl konturlu, bataqlıq konturlu, çəmənlik konturlu. Cavab C. Elektrik stansiyası miqyassız, şəhər konturlu, məktəb miqyassız. Dəmir yolu xətti, çay xətti, dövlət sərhəddi xətti. Cavab C. 2-dən. 3. Miqyassız, konturlu və xətti şərti işarələrə uyğun gələn coğrafi obyektlər düzgün ardıcılıqla müəyyən edin. Birinci miqyassız olmalıdır. Pambıq tarlası konturlu da olmaz. Heykəl olar. Meşə konturlu da olmaz. Bulaq miqyassız. Zavod boruları. Bu borular bir nöqtə formasında təsvir olunur. Olar bunlar. İkinci konturlu baxaq. Heykəl, dəniz konturlu doğrudur. Bura bax. Bulaq, elektrik naqilləri xəttidir, olmaz. Məscid xəttidir, miqyassız da olmaz. Xətti şərt işarələrə görə dövlət sərhəddi bəli doğrudur. Cavab elə B variantı olacaq. Yanlış cavabı müəyyən edin. Qütb ulduzu böyük ayı bürcünün ən parlaq ulduzudur. Yanlışdırsa bəli, bu yanlışdır. Böyük ayı bürcü yox, kiçik ayı bürcü olmalıydı burada. Atmosferdə baş verən fiziki kimyəvi prosesləri iqlimşünaslıq öyrənir. Bilirik ki, iqlimşünaslıq yer kürəsinin iqlimlərini öyrənir. Deməli, 2. Bu əslən meteorologiya idi. 2 də yanlışdır və cavab olaraq götürürük. Ankara, Afina, Roma, Madrid şəhərləri Bakıdan 270 dərəcə azlıqda yerləşir. Bəli, bu şəhərlər Bakı şəhərindən qərbdə yerləşirlər. Bu doğrudur və bizə lazım deyil. Cənub yarımkürəsində yerləşən bəzi ölkələr qütb uluduzunu görə bilər. Ümumilikdə biz bilirik ki, Cənub yarımkürəsində qütb uluduzu görünmür, amma bir hissəsi Cənub yarımkürəsində olan ölkələr, Braziliya kimi, Kongo kimi, İndoneziya kimi ölkələr bunu görə bilər. Ona görə bu doğrudur və bunu cavab olaraq götürmürük. Qurun şərti işarələri misal olaraq bataqlıq, çəmənlik, şoranlıq göstərirlər. Bu da doğrudur. Singapur, Jakarta, Sidney, Canberra şəhərləri Bakıdan 180 dərəcə azlıqda yerləşir, yəni cənubda yerləşir. Bu əslində yanlışdır. Bu şəhərlər Bakıdan yerləşirlər, deməli 135 dərəcəlik azimutda. Yəni bizdən cənub, şərqdə yerləşirlər. Ona görə cavablardan yanlış olanlar 1, 2 və 6 olacaq. Cavab variantı da C variantı. Həqiqi sahəsi 3718 kvadrat kilometr olan su anbarının xəritədəki sahəsi 22 sm kvadratdır. Xəritədə su anbarının qərbindən şərqinə qədər olan məsafə isə 14 sm-dir. Yer səthində bu məsafə neçə kilometr olduğunu tapın. İlk öncə buradan miqyası tapaq. Görürük ki, sahə nə bilib. Sahə nə bilində miqyası bilirdik ki, miqyas bərabərdir. Kök altında həqiqi sahə bölü xəritədəki sahə 3718-i böləndə 22-yə kök altında 169 olur. Kök altı 169-dan da çıxır 13. Bu miqyas oldu 13.
Xəritədəki məsafə də 14 sm-dir. Həqiqi məsafəni tapmaq üçün də xəritədəki məsafəni vurmalıyıq miqyasa. 14-ü də vururuq 13-ə. 14 vur 13 eləyir 182. Cavab B variantı. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı və Gəncə şəhərləri arasında ən qısa məsafə santimetrlə verilib. Hansı xəritənin miqyası daha böyük olar? İlk öncə belə suallar olanda, yəni biz iki variant arasında qalmalıyıq. Ya ən kiçik göstərilmiş sahə, bir də ən böyük göstərilmiş sahə. Əgər miqyas böyükdürsə, o deməkdir ki, bu xəritədə həmin məsafə daha aydın göstərilir. Daha aydın göstərirsə, o deməkdir ki, daha böyük sahə tutur. Ona görə də və yaxud da daha böyük məsafə tutur. Doğru cavab miqyas böyükdürsə 35, yəni 5 Y variantı. Əgər miqyas daha kiçikdir desəydik, 3-ü götürürdük. Cavab, yəni olardı C. Digər variant. Amma bizim üçün cavab Y idi. Hansı kartoqrafik təsvirdə miqyas daha böyükdür? Daha böyükdür deyəndə yenə də sahəcə artıq az olan ərazini tutacaq. Çünki biz miqyas ərazinin kiçiltmə dərəcəsidir. Böyük əraziləri kiçiltəndə daha çox kiçiltməyə məruz qoyduğumuzdan miqyas daha kiçik olacaq idi. Daha böyük ərazi daha az kiçiltdiyimizə görə miqyası daha böyük olacaq. Şərqi Zəngəzur, Cənubi Amerikanın iqlimi, Cənubi Amerikanın iqliminə nisbətən Şərqi Zəngəzur daha böyük miqyaslıdır. Türkmənistandan da Şərqi Zəngəzur daha böyük miqyasa malikdir. Naxçıvan, Şərqi Zəngəzur. İqtisadi rayon olaraq yəqin ki, Şərqi Zəngəzur daha böyük sahəyə malikdir Naxçıvandan. Ona görə Naxçıvan artıq burada cavab ola bilər. Bir də Əsgəran qəsəbəsi. Artıq qəsəbəsi daha kiçik ərazi tutacaq. Daha kiçik ərazi tutduğuna görə miqyası daha böyük olacaq. Cavab Y. Müşahidəçi 90 dərəcəlik azimutda 3 km. Yəni bir nöqtə seçirik. İlk öncə 90 dərəcəlik azimutda şərqə doğru gedirik 3 km. Daha sonra şimala doğru 3 km getdik. O başlanğıc məntəqə, yəni bu başlanğıc məntəqə buradadır. Bu məntəqəyə ən qısa yol və azimutla buradan bir ox çəkirik. Bu oxun bilirik ki 225 dərəcəni bildirir. 225 dərəcədə biz bilirik ki bizim üçün hansı istiqamətdir? Cənub-qərb. 225 cənub-qərb. Cavab A variantı. Hansı coğrafi enlikdə qütb buludu daha kiçik buz altında görünər? Biz bilirik ki, qütb buludu şimal qütbündə yerləşir 90 dərəcədə və şimal qütbünə nə qədər yaxın olaraqsa həmin məntəqədə daha böyük buz altında görülür. Ekvatora nə qədər yaxın olaraqsa daha kiçik buz altında görülür. Qeydə nəzərə almalıyıq ki, həmişə ki, qütb buludu heç vaxt cənub yarımkürəsində görünə bilməz. Ona görə də Y ilə D-ni çıxırıq və ekvatora ən yaxın olan məntəqəni tapacaq olur B. 10 dərəcə şimal enliyi. İqtisadi coğrafiyanın yeni sahələri. Sənaye coğrafiyası iqtisadın ənənəvi sahəsidir. Tip yenidir. Nəqliyyat ənənəvidir. Əhali ənənəvidir. Cis və şəhər planlaşdırması yenidir. Cavab C. Riyazi fiziki coğrafiyadır. Siyasi ənənəvi sahədir. Ekoloji fiziki coğrafiyadır. Ərazi planlaşdırması isə iqtisadi coğrafiyanın yeni sahəsidir. Burada da hər ikisi doğru olmalıdır və doğru cavab olur C variantı.